Əvvəlki illərdən fərqli olaraq çox böyük düşüş var satışlarda. Əsasən də Amerika Amazonunda. Mən Amerika Amazonunda bu il 15-ci ilim tamam olur ki, orada satışlarla məşğulam. Yəni bu qədər bərbad bir il sonu görməmişdim. Çünki Cyber Monday olsun, Black Friday olsun, Christmas olsun, bu dönemdə fantastik satışlar olurdu. Hətta bu il normaların belə altına düşüb. Bu da onun göstəricisidir ki, insanların alıcılıq qabiliyyəti düşüb. Ki, yəqin artıq krizis özünü bürüza verir. 2026'nın gəlişi indidən özünü bürüza verir. Bu dönemlərdə insanlar nə edirlər əsasən? İnsanlar pullarını ancaq ehtiyacları olduğu gündəlik tələbatlarına xərcləməyə çalışırlar və pullarını tutmağa çalışırlar. Yəni istər əyləncə sektorunun olsun, istərsə də geyim və aksesuarı olsun, xərcləmələr düşür. Ona görə qarşıdan gələn, belə deyək də, vəziyyətə görə tədbir almaq lazımdır. Özünüzə yaxşı baxın.